torpaq əmanətindir. Tarixin yükünü daşıyan aslan, sinəndə vətən var, adında güc var. Qələbə zəfərin Respublikasının suverenliyi yolunda canından keçmiş şəhidlərimizi yad edək. Dəyərli analar, şəhid ailəsi, hörmətli veteranlarımız və sevimli şagirdlərimiz. Bugünkü günü biz Aslan İsmayılovun sinifə adının verilməsi münasibətilə bir A sinifinə danışmışıq. Mən fikirləşirəm ki, körpələr bu anı, bu günü, bu dəqiqəni heç vaxt yadlarından çıxarmayacaqlar. Siz seçilmiş siniflərdənsiniz, şagirdlərimiz, əziz balalarımız. Və həm qürur verici məqamdır, həm də məsuliyyətli məqamdır. Çünki bugün siz artıq bir A sinifi deyil, 128 nömrəli məktəbi şəhid Aslan İsmayılovun adına bir A sinifi kimi səslənəcəksiniz. Bununla da sizin üzərinizdə şu anda böyük məsuliyyət olur. Siz dərslərimizdən əla qiymətləri almalısınız. Şəhidin ruhu şad olsun deyə. Nəinki təkcə Aslanın, bütün şəhidlərimizin ruhu şad olsun ki, onlar bugün Azərbaycanın azadlığı uğrunda, torpaqlarımızın düşmən tapdağından qurtulması uğrunda canlarından keçirlər, o torpağı qoruyublar. O torpaq günə çevirən qonaqlarımızdan biri də Ayda xanımdır. Ayda xanım müharibə illərində bax bu kişilər kimi silaha sarılıb vətəni qorumağa gedən xanımlarımız. İlk kapitan mayordur, səhv etmirəmsə sizin rütbəniz. Mayor Ayda xanım Şirinova sizin qonağınızdır. Alqışlayın Ayda xanım. Daha bir sinif otağımızı bizə bəxş elədi. Bizim üçün fərqi yoxdur. Azərbaycanın hansı bölgəsində olmasından asılı olmayan şəhidlər Azərbaycanın şəhidləridir və bizim qəlbimizdə yerləri onların əbədidir və bugün veteranlarımız bizim. Mən həmişə sizə canlı şəhidlər deyirəm. Siz o odun, alovun içindən çıxıb gələn o ağlı, acılı günlərin şahidlərisiz. Və biz sizə təşəkkür edirik, sizə borcluyuq ki, siz vətənin müdafiəsinə qalxmışsınız, sarılmışsınız silaha. O ağır günlərdə, biz isti ocağımızda oturanda siz səngərdə vuruşmuşsunuz. O günlərdən keçib, o xətadan, baladan qurtularaq, Allah sizin taleyinizə bunu yapır. Ayda xanım açıq eləsin, icazə verirsiniz? Buyurun, buyurun. Təşəkkür edəcəm. Buyurun Ayda xanım. Hər biri güzel. Sizin hamınızı hoş gördük. Uşaqlar, sizin taleyinizə, sizin həyatınıza, yəni hər biriniz, indi 6 yaşları var da. Elə bizdə də 6 ildir, belə deyək də, müharibə qutarıb. Amma sizin valideynləriniz, sizdən böyük qardaşınız, bacınız, hamı bu müharibəni gördü. Hərçəndi 92-ci ildə müharibəyə gedən insanlar istəməzdi, siz də bunu görəsiniz. Amma təəssüflər olsun ki, biz 30 ildir bu müharibənin içindəyik. Bax, Aslan Əməzoğlu İsmayılov 1993-cü il iyun ayının 1-də Səlyan rayonu Sarvan kəndində anadan olur. 1999-cu ildə şəhid İsləmziyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinifinə başlayıb. 2008-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2008-ci ildə Cəmşid Naçalnski adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinifinə başlayıb 2008-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2008-ci ildə Cəmşid Naçalnski adına hərbi liseyə qəbul olub və 2011-ci ildə həmin məktəbi bitirib. 2011-ci ildə Heydər Əliyev adına
Ali Azərbaycan Ali Məktəbinə daxil olmuş və 2015-ci ildə həmin məktəbin mütəxəssisi ixtisası üzrə leytenant rütbəsi ilə bitirir. 2015-ci ilin yanvar avqust ayında 2015-ci ilin dekabr ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olur. 2015-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına qədər Naxçıvan Muxtar Respublikasında ən sayılı briqadada talim komandiri vəzifəsində, 2018-ci ilin mart ayından dekabr ayına qədər Bakı şəhərində ən sayılı briqadada talim komandiri vəzifəsində işləyib, 2018-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayına qədər ən sayılı hərbi hissədə təməl xüsusi təyinatlı qüvvələr kursunu bitirmiş, 2019-cu ilin aprel ayından ən sayılı xüsusi əməliyyat briqadasının, xüsusi əməliyyat tabunun, xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət edib. Uğurlu xidmətinə görə qısa müddətdən sonra baş leytenant rütbəsi ilə xüsusi əməliyyat qrupunun komandir vəzifəsinə yüksəlir. 2020-ci il sentyabr ayının 27-sində başlayan 44 günlük vətən müharibəsində Kəlbəcər, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində gedən xüsusi döyüş əməliyyatlarında qrup komandiri olaraq iştirak edib. 2020-ci il 9 oktyabr Hadrut qəsəbəsi, Daşkəsən kəndi istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Baş leytenant Aslan İsmailov xidməti dövründə Azərbaycan Respublikasının müstəqilliyinin 95 illik yubiley medalı, ölümündən sonra isə Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə vətən uğrunda igidlik görə medalları, ölçümcül dərəcəli və şəhadət ordeni ilə təltif olunur. Rəhmanlar, bunlar dəqiq bir